Salam əziz dostlar. Bugünkü mövzumuz olduqca yeməli, dadlı və ləzzətli bir mövzudur. Söhbət Blend tool'dan gedir. Blend ingiliscə mix eləmək, bir neçə substansiya arasında kök keçidi yaratmaq kimi anlaşıla bilər. İllüstratorda bu blend hadisəsinə adı üstündə Blend tool cavabdehdir. Toolbarda gətiririk üzərində ikonu göstərir və qısa bir haşiyə çıxaq. Əgər sizi də mənim kimi bax bu ipucları qıcıqlandırırsa, mane olursa işləməyə, onda Ctrl-K düyməsini basaraq gəlirik burada General pəncərəsi açıq olur, aktiv olur. Gəlirik burada Show Reach Tool Tips, yəni bu videolu animasiyalı tipləri söndürməyi seçirik. OK-yi basırıq və gördüyünüz kimi artıq üzərinə gətiririk, ancaq alətin adı və onun shortcutı çıxır. İndi isə keçək Blend tool'umuza. Seçdik Blend tool'u, bir klik, iki klik. Əla, keçidi gördük. Birinci metodumuz Blend tool'la bir klik, iki klik, keçidimiz hazır. Əlbəttə ki, təkcə 2 dənə obyekt burada vacib deyil. Biz bunun duplikatını çıxardıb, ona başqa bir rəng verib, yenə də Blend tool'u aktivləşdirib, 1, 2, buradan da 3 dənəli keçid yarada bilərik. 3 dənəli, 4 dənəli, 5 dənəli. Kompüterimizin gücü nəyə çatırsa, o qədər keçid yarada bilərik. Və edit eləmək üçünsə, indi mən bunu tərpədəndə bütün kompozisiya tərpənir. Mən double klik edirəm içərisinə. Gördüyünüz kimi artıq o keçidimin bazasında duran fiqurlarımı seçə bilirəm. Götürürəm ortadakını, Shift, Rotate 45 dərəcə fırlatdım. Alt Shift'i basaraq istəyirəm böyüdürəm, istəyirəm kiçildirəm. Bax belə maraqlı eksperimentlər keçirdə bilirəm. Növbəti shortcutla göstərəcəm. Dairələrimin arasında Alt, Command, Alt, Ctrl, B düyməsini basaraq mən bu keçidi formalaşdıra bilirəm. İlk baxışdan təbii ki, qradientə bənzəyir, amma qradient bunu bacarmaz. Götürürəm ikinci yaranan formamın içində, bax belə maraqlı eksperimentlər apara bilirəm. Hətta bunu mən hissələrdə bölə bilərəm, amma ona yazığın gücü çatmır və yaxud da ki, hündürlüyünü, enini artırıb azalda bilirəm. Və növbəti metod isə formalarımın, obyektlərimin ikisini də seçirəm. Gəlirəm Object, aşağıda Blend və Make. Shortcutı da üzərində görsənir, Alt, Ctrl, B. Basıram. Yenə də qradientə bənzəyir. Növbəti etapda biz bu baş vermiş blend hadisəsini necə idarə edə bilərik, onu göstərəcəm. Keçək yaranmış blendi idarə eləməyə. Seçdik. Gəlirik Object, Blend və buradan Blend Options. Blend Options'ı klik edirəm. Fikir verirsinizsə, burada məndə seçilib Smooth Color, yəni hamar rəng keçidi. Mən burada bunu Specified Steps kimi eləyə bilərəm. Specified Steps'ə keçirəndə avtomatik o hamar keçidi neçə addımın sayəsində formalaşdırım. Bax, onu göstərir. Deməli, 165 addımın sayəsində məndə burada qradientə bənzər bir keçid formalaşıb. Gəlin onun sayını eləyək 10. Preview'nu yandıraq, söndürək. Gördüyünüz kimi belə gözəl bir görüntü. Bunu 5 də eləyə bilərik. Əla. Və yaxud da ki, biz burada Specified Distance seçib 1.40, 411 mm-dir. Gəlin bunu eləyək 5 mm. Preview, əla, 5 mm də azdır. Niyə görə? Çünki o mərkəzlərin arasında hesablayır. Gəlin bunu eləyək 50 mm, görək nə göstərəcək. Bəli, hər 50 mm-dən bir bizdə sarıdan qırmızıya keçən bu addımlar formalaşır. Məsafəni və addımları gördük. İndi keçək növbəti fokusa. Blend Options'a daxil olmağın ən qısa yolu W hərfini basırıq, Blend tool'u seçirik. Ondan sonra Alt basaraq obyektimizin üzərində Alt basırıq və Blend Options yarandı. Mən istəyirəm ki, bu keçidim yenidən hamarlaşsın. Smooth Color, OK basıram, əla. Və fikir versəz, obyektlərimin üzərində bir qırmızı xət gedir. Əslində qırmızılığı məndə burada layer'ın rəngindəndir, amma yenə də əsas fikrimiz bax bu xəttədir. Bizdə deməli 1, 2 və 3 element arasında keçid baş verib və fikir verirsinizsə, xəttimin üzərində 3 dənə əsas nöqtə var. Mən həm üzərində klik eləyib bu obyektimin onu yuxarı aşağı çəkə bilərəm. Onda fikir verirsinizsə, gəlin biraz belə qaldıraq. Onda fikir verirsinizsə, məndə bu xətt, yəni biz ona spine deyə bilərik, o qırıldı. Düz xətt deyil. Bundan da əlavə mən istəsəm, 2 xəttin 2 elementin arasında keçid vermişəmsə, Pen tool'la gəlib
bu spline-ın üzərində yeni bir anchor point yaradıb, sonra Direct Selection toolu aktivləşdirib, həmin o anchor point'i seçib bu spline-ımın tərzini dəyişə bilərəm. Mənə burada yuvarlaqlaşdırmaq üçün bir fürsət verir. Onu daha yuvarlaq eləyə bilərəm və ondan da əlavə, əgər mən görürəm burada bir pəs varsa, deməli mən bu pəsi başqa bir pəslə əvəz də eləyə bilərəm. Bəli, Illustratorda yuxarıda Blend Options'da o funksiyada var. Bu düz xəttə biz spline deyəcəyik və gəlin görək o spine'ı biz necə dəyişə bilirik. Shift onu basırıq, artboardumuzu böyüdürük. Böyüdəndən sonra pen tool'a girək. Burada bir belə xaotik, maraqlı bir xətt çəkək. Əla. Escape'i bastım, çıxdım. Seçdim həmin o çəkdiyim pəsi. Biraz stroke verək. Qalınlaşdıraq görək. Nə çəkmişik? Hə, olar. Pis deyil. Təbii ki, bu verdiyim rəngin sonradan heç bir əhəmiyyət olmayacaq. İndi bizdə nə var? Bir, xoşuma gələn rəng keçidi və xoşuma gələn pəs və yaxud da ki, spine. İndi nə edəcək? Seçirik bunu və bunu. Gəlirik Object, Blend və buradan Replace Spine düyməsini basırıq. Replace Spine. Əla. Gördüyünüz kimi belə maraqlı bir keçid formalaşdı. Double click. Bunu belə kiçildək. Bunu belə böyüdək. Eksperimentləri çoxluca davam edə bilərik. Biz isə görüşək praktikada. Praktikaya xoş gəldik. İndi isə gəlin bu internetdən götürdüyümüz şəklin kopyasını çıxartmağa çalışaq. İlk öncə gəlin şəklin şəffaflığını, yəni opacitysini azaldıq eləyək 20%. Ki, üzərində işləyəndə görək biz nə yaratmışıq. Sonra gələk Object, Lock və bunu Lock Selection, Ctrl-2 düyməsi. Lock eləyək, yaxınlaşdıraq. Gələk seçək bizdə Pen toolu. Pen toolundan başlayaq birinci elə bədənini çəkməyə. Pen toolumuz aktiv. Klik edirik bura. Belə ehmalca çəkdik. Klik edirik bura. Onu da 30 dururuq. Əla. Shift X basırıq. Fillə stroke yerini dəyişir. Kənarda klik edib yenə də pəsimizi seçirik və bunun qalınlığını təxmini belə 30 duraq gəlin eləyək 2 ya da ki 3. Sonra keçək o birisini çəkməyə. Gələk ayaqdan başlayaq. Ayaqdan başladıq. Burada bunu belə vurduq. Gəldik bir nöqtədə bura qoyub. Burada bunu vururuq və burada bunu yekunlaşdırırıq. Əla. Bunun da qalınlığını təbii biraz çoxaldacaq. Qıraqda klik elədim, yenidən seçdim və bunun da qalınlığını verək. Misal üçün 12. Yox, 12 çox oldu. 12 çox oldu. Gəlin biraz azaldaq. Olsun. Olsun. Və indi bunların ikisini seçib Alt Ctrl B ortaya bircə dənə təkrar çıxdı, problem deyil. W hərfini basırıq. Blend toolumuz aktiv olsun. Blend üzərində xəttimizin üzərinə gətiririk, Alt-ı klik edirik və buradan seçirik Specified Steps. Specified Steps və buradan bir-bir bunu artıraq. Maraqlı bir görüntü formalaşır. OK. Və elə bu minvalla biz bunların qalanını çəkməyə başlayırıq. Bu hissələrə görə məni üzrlü bilin, çünki çoxlu işləmək lazım üzərində. Gəlin quyruğundan başlayaq. 1, 2 və gəlir burada. Hop, qurtardı. Əla. Bunun qalınlığı deyəsən bizə lazım olan qalınlığı deyil və quyruğunun bu birisi hissəsi. Əla. Gözlə. Handle-ımızı çox götürdük. Klik edeyim və sonra Ctrl basıram, avtomatik pen tool. Deyəsən çox oldu. Gəlirik bura. Direct Selection toolundan bunu biraz yığdıq. Yenə də eyni şeyin təkrarı bunun nazirliyini eləyək. 3 seçək obyektlərimizin ikisini də Alt Ctrl B gözəl. Sonra W-nu basırıq, Alt-ı klik edirik üzərində Specified Steps və bunu da sayını artıraq olsun. Belə bir görüntü. Ardınca pipini çəkək. 1 2 3 olsun. Növbəti 1 2 3 olsun. Burada klik edirəm. Bunun qalınlığını artırdıq elədik. Deyəsən 9 8 olsun. İkisini də seçirik. Alt Ctrl B W hərfini bastıq. Blend tool aktivləşdirdik. Altı basırıq. Klik edirik. Specified Steps və burada təbii ki addımların sayını az yazacağıq. OK. Əgər qalınlığından razı deyilsə double klik edib birini seçib bunu 7 eləyə bilərik. Növbəti bunun bu saqqalı deyək də saqqalı maraqlıdır. Bunun ayağı maraqlıdır. Gəlin birinci ayağından başlayaq. 1 2 bunu çəkdik. Əla. 1 2 bunu da çəkdik. Əla. İkisini də seçirik. Gəlin bunların qalınlıqlarını fərqli eləyək ki, həmin o effektləri eləyə bilək. Sən olacaqsan nazik hissələr. Belə çıxır ki, bizdə oldu 3. Qalın hissələr 7 8 9. İkisini də seçdik. Yenə də Alt Ctrl B W hərfini basırıq. Gəlirik, klik edirik. Üzərində. Niyə? Əla. Specified Steps buradan addımların sayını yenə çoxalda bilərəm və birdən başa düşürəm ki, həmin o görüntünü yaratmaq üçün mən deyəsən bunu nazikləşdirməliyəm nisbətən. Əla, yox, əla deyil. Bax belə olsun. Direct Selection toolundan bunun yerləşimini biraz dəyişirəm. Bunu biraz yuxarı çəkirəm. Olsun. Bir də qaldı bunun PP'yi. Götürürük PP'ni. Gəlirik 1 2 3 və 4. Çəkdik bunun PP'ni və sonra bu PP'yi Command-C, Command-F olduğu yerə kopyalayıb paste edirik. Biraz keçildirik. Bunu biraz yuxarı qaldırırıq. İkisini də seçirik. Alt Ctrl B kopya çıxdı. W üzərində klik edirəm. Blend Options, Specified Steps və bunun da sayını artırırıq. OK. Biz bu yaratdığımız şəkli çəkirik bu hissəyə. Çəkdik bu hissəyə. Demək olar ki, yaxşı alınıb. Bu hissələri biz necə edit eləyəcəyik? Təbii Direct Selection toolundan ola bilər ki, biz bunu çəkək. Bu hissəyə 30 duraq. Götürək bunu
bu hissələrə çəkək və burada təkcə blend tool-la iş bitmir. Biz sonradan çəkdiyimiz vaxt bu görüntünü əgər bir-bir içindəki elementləri, bir-bir bu xəttləri idarə eləmək istəyiriksə, gələcəyik Object, Blend və buradan Expand basacağıq. Expand nə edir? Ortadakı bütün bu xəttlərin hamısını bir shape-ə çevirir. Fikir verirsinizsə, bayaqdan bu xəttlər görsənmirdi. Ctrl-Y basıram. Illustrator bunu bir neçə xətt kimi qəbul eləyir, amma expand edirəm yenidən Object, Expand, yox, buradan yox, Object, Blend, Expand. İndi Command-Y hərfini bassam, Outline Preview-ya girsəm, görəcəksiniz ki, burada məndə necə hamısı xəttlərə formalaşdı. Command-Y basıram, qayıdıram geri. Artıq bunlar məndə avtomatik qrup halındadır. Command-Shift-G ungrup eləyirəm və başlayıram bunları bir-bir bura otuzdurmağa. Vaxtımızı çoxalmayaq, təxmini istədiyimiz görüntüyə bir 95% yaxınlaşdıq, yollarını göstərdik. Eksperimentlər eləyin. Illustratorda Blend tool başlığı altında çoxlu video dərslər var. Onların hamısını yoxlayın. Əldə olunan nəticələri bizlə paylaşın. Biz də keçək növbəti dərslərə.